Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Hər bir insan həyatının müəyyən mərhələsində qəlbində şübhələr hiss edir. Bu imanla bağlı suallar, həyatın çətinlikləri, gələcəklə bağlı qeyri-müəyyənliklər və ya özünü düzgün yolda hiss etməməklə əlaqəli ola bilər. Ancaq unutma ki, şübhələr bəzən insanı daha dərin düşünməyə və həqiqəti daha güclü dərk etməyə sövq edə bilər. Bəs bu şübhələri necə aradan qaldıra bilərik? Qəlbindəki şübhələri aradan qaldırmağın ən gözəl yollarından biri səmimi şəkildə Allaha yönəlməkdir. Dua et və ondan hidayət istə. Quran və hədislərdə iman gücləndirən ayələri oxumaq, dərin düşünmək sənə mənəvi rahatlıq verəcək. Bəzən şübhələrimiz bilgisizlikdən qaynaqlanır. Dini biliklərini artırmaq, etibarlı alimlərin izahlarını dinləmək və araşdırmalar aparmaq sənə daha aydın bir yol göstərə bilər. İslam tarixi boyu böyük alimlər də suallar soruşmuş, lakin doğru mənbələrə yönəlməklə qəlblərinə rahatlıq tapmışlar. Şübhəni daşımaq onu həll etmək anlamına gəlmir. Əgər qəlbində suallar varsa, onları görməməzlikdən gəlmə. Sənə düzgün cavab verə biləcək insanlara, elm adamlarına və ya dini biliklərə sahib olan şəxslərə müraciət et. İnsan kimlərlə ünsiyyətdə olursa, düşüncələri də ona uyğun formalaşır. Səni ruhlandıran, imanını artıran və suallarına sağlam yanaşan insanlarla ünsiyyətdə olmaq şübhələrini aradan qaldırmağa kömək edəcək. Şübhə insanın ruhani səyahətində bir mərhələ ola bilər. Əsas məsələ onu düzgün istiqamətə yönləndirməkdir. Şübhələr səni geriyə çəkməməli, əksinə həqiqətə daha da yaxınlaşdırmalıdır. Bəs sən qəlbində hansı şübhələri hiss etmirsən? Onları aradan qaldırmaq üçün hansı yollar sınamısan? Rəylərdə fikirlərini bölüş və bu mövzu ətrafında birlikdə düşünək. Kanala abunə olub bu cür mövzuların davamı üçün dəstək olmağı unutma. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu.